şikayətlərin, narahatçılıq nədir, buyurun? Doktor, məndə gecələr CD durma çox olur. CD kanalında göynəmələr olur. Günüzdə də narahatçılıq olurmu? CD-yə elə bir gedirsən, CD tam boşalmır, qayıdırsan geri, bir də elə bir damla. Bəli, doktor, olur. Damlı şəkildə az CD-yə miqdarda çıxıram, bəli, tam çıxa bilmirəm. Yəni tez-tez gedirəm. Sərtləşmə problemi varmı? Bəli, orada sərtləşmə problemi də var. Bir də cinsi istəksizlik də əmələ gəlib. Yəni bu məndə diskomfort yaradır. Mənim gündəlik həyatıma təsir edir. Deməli, ümumi nəzər salsaq, görünür ki, pasiyentdə xroniki prostatit əlamətləri və elektrik disfunksiya əlamətləri görsənir. Ona görə biz ultrasəs müayinəsi aparmalıyıq. Uretral yaxmadan analiz götürülməli, CD ümumi analiz götürülməli. Ondan sonra da müalicə sxemamız seçilməlidir. Burada üçlü prosedur seçmək daha məqsədə uyğun olar. Düz bağırsaqdan masaj, vakuum masajı, bir də zərbə dalğa terapiyası ilə müalicə kurslarımızı seçməliyik və ardıcıl müəyyən müddətlərlə, yəni 3 aydan bir olmaqla bir 3 kursumuzu davam etməliyik ki, effekt inşallah nəzərə çarpacaq olacaq.